Marneuli Bələdiyyəsinin Qızıl Hacılı kəndində yerləşən Magneti supermarketi yenidən qarət olunub. 20 iyun səhər saat 5 radələrində naməlum şəxslər supermarketin ön şüşələrini iri daşlarla sındıraraq içəri daxil olublar. Hadisə zamanı külli miqdarda siqaret və dəyəri 100 laridən çox olan şərablar uğurlanıb. Soyğunçular həmçinin bəzi digər məhsulları da apararkən yerə töküblər. Hadisə yerində əldə edilən məlumata görə marketə dəymiş zərərin təxminən 2000 lari olduğu müəyyən edilib. Əldə edilən məlumata görə bu mərhələdə hadisə ilə bağlı heç kim saxlanılmayıb. Xatırladaq ki, Magneti supermarketinin qarət edildiyi sayca 8-ci hadisədir. İndiyədək mağazanın ön şüşələri dəfələrlə sındırılaraq oğurluq halları baş verib. Bundan əlavə, mağazanın daxilində yerləşən Paybox ödəmə terminalından 10.000 lari məbləğində pul oğurlanıb. Digər bir hadisədə isə terminal tamamilə aparılıb. Ən son oğurluq isə bu ilin 18 yanvar tarixində baş verib. Həmin vaxt marketin ön hissəsindəki dəmir qəfəsdə yerləşən generator oğurlanıb.